yüksək nəticələr gözləmək haqqımız da yoxdur. Çünki bu futboldur sonuçta. Qarabağın mənə gəlir ki, mən bilirsiniz də bu FIFA agentləri biz rəsmi olaraq yəni olmayan bir şey danışmaq şəxsən mən yəni bu biraz çətindir, risklidir. Amma mən deyirəm ki, belə düşünürəm ki, hücumçu mövqelərini yəqin ki gücləndirməli. Mərkəz hücumçu çox önəmlidir. Təbii ki. Juniordan sonra boşluq Junior çox super bir oyunçudur. Yəni o gedəndə çox üzülmüşdüm məsələn mən. Kadi məsələn yenidən gəldi. O da format əvvəlki Kadi ortada yox oldu, getdi. Təbii yeni Kadi biraz məsələn də mənə məsələn Qarabağın özündə Marko Veşoviç mən çox bəyəndiyim oyunçudur. O da ayrıldı. Bütün oyunçunun xarakteri. Yerindən Bolt yeni. Bəli, təbii də yəni o tip oyunçuları Qarabağ bizə həmişə göstərir və o tip profillər də biz istəyirik ki, görmək. Biz yəni dediyim kimi bu prosesdə işin bir parçasındayıq, hissəsindəyik, amma belə deyək də nəticə fərqli olmasın deyə biz çox danışa bilmərik. Yəni o İsveçdəki məsələ. İsveçdəki məsələ. Ümumiyyətlə mən FIFA agenti olduqdan sonra. Əslində doğrudurmu yəni? Bəli, doğrudur. Doğru əldə etmişəm. Doğrudur. Mənbəm etibarlı. Demək, Cüm bəy, əslində yəni mən səmimi olaraq deyim, ilk dəfə sizin efirə çıxıram və sizinlə bir müzakirəni etməyə çalışıram. Mən daha öncə futboldan gəlməmişəm. Mən bilirəm. Siz daha təhsil sektorunda. Təhsil sektorundayam və idman tədbir təşkilatçılığını 2015-ci ildən bəri edirik, amma bunu da etiraf etmək lazımdır ki, bu sahə, futbol sahəsi çox çətin və biraz da belə deyək də qəlizdir. Çətin və qəliz eyni söz o niyyəti ilə demirəm. Yəni biraz da siz burada şans və yaxud da düzgün kontaktlarınız olmalıdır, düzgün networking dediyimiz olmalıdır. Mən bu işə başlayanda, yəni bir il yarımdır biz artıq, yəni aktiv şəkildə o tədbirlərdə iştirak edirəm və mən bizim futbol konfrans Baku tədbirlərdə birbaşa iştirakçıydınız, təşkilatçılardan idiniz. Yəni orada da gördünüz ki, bizim qonaqlarımız Türkiyədən gələn Tarkan Batkün, Ceyhun Kazancı, önəmli futbol adamları. Bəli. Erdən Or, ondan sonra Koray Palas, yəni hamısı təcrübəli, bizim Azərbaycanlı yerli mütəxəssislərimiz var, hansı ki, və bu adamlarla biz davamlı müzakirə edirik. Davamlı, çünki hər kəsin dediyi bir məsələ var, futbolda oyuncu transferin işində çoxlu pürüzlər var, belə deyək də. Və sən bunun hamısını, bəli, maneələr var. Yəni sən bir oyuncu təklif verirsən, klubun sportiv direktoru bəyənə bilər, məşqçi bəyənməyə bilər, məşqçinin bəyəndiyini rəhbər bəyənməyə bilər. Yəni təsəvvür edin ki, çox çətin bir prosesdir. Bizim üstünlüyümüz əslində nədir? Bu insanlar niyə bizə çıxır? Çünki biz şirkət olaraq, agentlik olaraq danışarkən sözlərimiz məncə bizə görə aydındır, yəni hər kəsə. Yəni və biz ümumiyyətlə prinsip olaraq şəffaf işləməyə özümüzə yol tutmuşuq və planlar ki, mən necə müraciət edəcəyimizi, bir də ünsiyyəti bacarırıq biz. Bəli, ünsiyyət önəmlidir. Ünsiyyət çox önəmlidir ümumiyyətlə proseslərdə. Yəni oyunçumuzla da biz ünsiyyəti yaxşı bacarırıq, belə düşünürük. Klublarla da bunu bacarırıq, yəni düzgün ünsiyyət qurmağı. Əlbəttə ki, biz böyük iddialar da etmirik hal-hazırda Azərbaycanda. Yəni bu işi uzun illər görən mütəxəssislər var və onlar da gözəl işlər görüblər. Sadəcə biz belə deyək də özümüzə bir istiqamət tutmuşuq, hansı ki daha maraqlı, bu işi necə paralel şəkildə heç kimin xəttinə dəymədən, Allah dillə desəm, necə apara biləriksə o cür istiqamətdə aparırıq və bizim məqsədlərimizdən biri də Azərbaycanlı gənc oyunçuların, mən sizin sualınızdan yayılmaq istəmirəm, məsələ İsveçrəyə, məsələ Sloveniyaya. Bununla bağlı bir plan varmı? Məsələn, bu yay Azərbaycanlı, sizin bilirik ki, müqavilə ilə məhsul çox önəmli yerli istedadlı futbolçular var hal-hazırda. Məsələn, elə o suala da gələcəm. Birinci liqanın bombardirlər olmuş, daha məhsuldar oyuncu Qəbələdə çox önəmli rol oynayıb. Qəbələnin Premyer Liqaya vəsiqə qazanmasında Ruslan, Varansev, bunlar. Yəni bunlar məsələn bildiyim qədərilə klubsuzlar hal-hazırda. Bəli, biz hal-hazırda danışıqlar gedir, müxtəlif klublardan, yəni təkliflər almışıq. Biz belə deyim ki, yəni əslində Premyer Liqadan olan fakt oynayan və yaxud da müqaviləsi bitmiş oyunçular var. Onları da biz xaricdə təmsil edirik əslində və mən gün ərzində biz müxtəlif liqa, onların oynaya biləcəyi liqalara təklif veririk. İndi danışıqlar gedir. Təbii ki, bu
belə deyək də, ancaq həll olduğu zaman biz bu paylaşımı edə bilərik, mediaya bildirə bilərik. İndiki halda futbolçu təklif vermək əslində istənilən bir digər məhsul təklif verməkdən çox çətindir. Çətin prosesdir. Yəni bəzən o azarkeşlər deyə bilər ki, məsələn də bu nə oyunçudur gətirilib və yaxud da tərsinə. Biz bunun arxasında çox məsələlər var. Çünki hər bir klub o şansı 2 dəfə edə bilir də. Yəni bir mövqeyə 2 çox böyük büdcəsi varsa 3 oyunçusu ola bilər, düzdürmü? Yəni o səhv etmə ehtimalı aşağı olmalıdır. Məsələn, bizim əlaqələrimiz sayəsində mən belə düşünürəm ki, şirkət olaraq biz kimlərinsə 10 ilə gəldiyi yolu biz bəlkə də yəqin ki 5 ilə gəlmiş olacağıq. Yəni bu ancaq müsbət mənada əlaqələrin qurulma şərti ilə